İnsanlarla heyvanların fərqi. İnsan təbii ki, hər şey ağılla fikirləşir, heyvanlar isə instinktlərlə. Amma hərdən heyvanlarda olan mərhəmət və bir öz soydaşına bağlantı biz insanlarda görmürük. Ta ki, insan tez unudur, tez vaz keçir, tez həyatından silir. Heyvanlar var ki, yəqin ki, Xatiko filminə baxmışsınız, bir it necə bağlanmışdı öz sahibinə. Və yaxud bu quşları var ya, onlar ömürlük bağlanırlar bir-birinə. İkisindən biri yox olanda, o birisi elə ömrünün axırına qədər tək qalır. Amma insanlarda siz bu xüsusiyyətləri tez-tez görməyəcəksiniz. Amma gəlin, yaxşı insanların haqqına girməyək. Onların arasında elə əsirlər var ki, deyirsən ki, bu insandır, bu dostdur, bu sevəndir, bu qardaşdır, bu bacıdır. Ona görə gəlin, mərhəmətli olaq, bir-birimizə hörmət saxlayaq və heç zaman baxmayaraq nə qədər pulumuz var, neçə yaşımız var, hansı statusa maliki biz həmişə insanlığımızı qoruyaq.